Prospect Cloud ERP olarak yeni layihəmizlə qarşınızdayıq. Bu layihə Prospect Business Talks adlanır. Qonağımız elə Prospect Cloud ERP-nin CEO-su Emin Əsgərovdur. Emin bəy, xoş gəlmisiniz. Bəli, deməli Prospect Planetin layihəsi olaraq 2017-ci ildə startup formatında fəaliyyətə başlamışdı. Bu suallardan adətən qaçmağa çalışıram, amma siz bu sualı verirsinizsə, gərək cavabını da verək. Bizi seçənlərdən, xarici proqramlardan da bizə keçənlər var. Ən əsas məqamlardan biri budur. Prospektin ilk əməkdaşları da, ilk kadrları da Planetin köklü, uzun müddətli təcrübəsi olan mütəxəssislər idi. Və biz hədəf olaraq özümüzə təyin etmişik ki, kiçik orta biznesləri kiçik ödənişlərlə abunəlik əsasında bulut texnologiyaların istifadə edərək idarəetmə uçotu sistemini təklif edək, tətbiq edək. Məlumatların Vergilər Nazirliyinə inteqrasiyası ilə bağlı, ötürülməsi ilə bağlı şübhələr bəzən görürsünüz ki, olur. Yoldaşlar, bu günlərdə yüzlərlə kiçik orta biznesləri Prospect Cloud ERP-nin imkanlarından yararlanırlar. Yoldaşlar, hər birinizi xoş gördük. Prospect Cloud ERP olaraq yeni layihəmizlə qarşınızdayıq. Bu layihə Prospect Business Talks adlanır. Xüsusən kiçik orta biznes sahibləri, startupçılar, top menecerlər üçün nəzərdə tutulub və ölkənin tanınmış ekspertləri, biznes konsultantları tərəfindən avtomatlaşma, idarə etmə, biznesin miqyaslandırılması mövzusunda məlumatlar bölüşüləcək sizinlə. Və bu layihə vasitəsilə həmin o ekspertləri, konsultantları sizin görüşünüzə gətirməyə çalışacağıq. İlk görüşümüzün bir qədər formatı fərqlidir. Bu görüş CEO ilə söhbət adı başlığı altında olacaq və sual-cavab formatında həyata keçiriləcək bir görüşdür. Və qonağımız elə Prospect Cloud ERP-nin CEO-su Emin Əsgərovdur. Emin bəy, xoş gəlmisiniz. Təşəkkür edirik. Xoş gördük. Hər vaxtınız xeyir. Təşəkkür edirəm dəvət üçün. Salamlayıram burada sizin izləyicilərinizi. Təşəkkürlər, təşəkkürlər. Emin bəy, ilkin olaraq istərdik ki, qısaca Prospect Cloud ERP layihəsi haqqında izləyicilərimizə ümumi bir məlumat verərsiniz ki, Prospect Cloud ERP kimlər üçündür və hansı fəaliyyəti həyata keçirilir? Bəli, deməli Prospect Planetin layihəsi olaraq 2017-ci ildə startup formatında fəaliyyətə başlamışdı və biz hədəf olaraq özümüzə təyin etmişik ki, kiçik orta biznesləri kiçik ödənişlərlə abunəlik əsasında bulut texnologiyaları istifadə edərək idarəetmə uçotu sistemini təklif edək, tətbiq edək və bu günlərdə yüzlərlə kiçik orta biznesləri Prospect Cloud ERP-nin imkanlarından yararlanırlar. Təşəkkür edirəm. Maraqlı bir nüansa toxundunuz. 2017-ci il və SaaS texnologiyası. Bir çoxlarımıza bəllidir ki, bu SaaS texnologiyası, cloud texnologiyası ümumiyyətlə pandemiyadan sonra Azərbaycan iqtisadiyyatı ekosistemi üçün bir növ aktuallıq qazanmağa başladı. Dünyada bu biraz daha tez baş vermiş olsa da, bizdə pandemiya bunu bir qədər irəlatdı. Bəs 2017-ci ildə siz prosedurlara başlayanda cari o dönəmin vəziyyəti necə idi və ümumiyyətlə bu ixtisaslı kadrların tapılması çətinliyi var idimi? Xarici mütəxəssislərdən mi istifadə edirdiniz, yoxsa bugün bəllidir ki, daha çox yerli mütəxəssislər çalışır Prospektdə, amma o dönəmdə prosedur necə idi? Onu qeyd edim ki, 17-ci ildə artıq Planetin 15 illik kiçik orta bizneslərin, dövlət müəssisələrin, hətta sıralarında holding olmaqla 500 yaxın biznes avtomatlaşdırması ilə bağlı layihələri vardı. Yəni bu onu göstərir ki, Planetin artıq o dönəmdə kifayət qədər ciddi biznes və IT ekspertizası vardı. Prospektin ilk əməkdaşları da, ilk kadrları da elə Planetin köklü, uzun müddətli təcrübəsi olan mütəxəssislər idi. Amma əlbəttə ki, əgər biz sonradan çox geniş miqyaslandırma planı nəzərdə tutduğumuza görə və xarici bazara hətta çıxmamızı nəzərə alsaq, o zaman da ən son
texnologiya nə varsa onu tətbiq etməli idi ki, bünövrə necə qoyularsa elə də onu miqyaslandırmaq rahat və sürətli olacaq. Bu baxımdan da bir Azərbaycanlı, amma xarici şirkətlərdə çalışmış ciddi bir mütəxəssisi bir müqavilə əsasında dəvət etmişdik və server, storage, təhlükəsizlik, donanımlıq məsələləri ilə bağlı ciddi çalışması oldu bizimlə və o bazanı, texniki bazanı, o texnoloji yenilikləri tətbiq edərək bütün bunları hamısını bizim proyekt mütəxəssislərinə ötürmüşdü və onun üzərində də bu günləri biz öz kadrlarımızla, yerli mütəxəssislərlə prospekti inkişaf elətdiririk. Çox gözəl inkişaf dediniz, elə oradan növbəti suala hardasa belə daxil olmaq istəyirəm. Siz elə həmişə deyirsiniz ki, sizin gözəl bir ifadəniz var. Bu artıq müasir dövrümüzdə yenilənmə ekstra dəyər əldə etmək və təqdim etmək üçün yox. Əgər bu 10 il əvvəl belə idisə, artıq müasir dövrümüz yenilənməni bir zərurət halına salıb. Yəni bazarda mövcudluğunu qorumaq üçün proseslər, bizneslər yenilənməlidir. Texniki dillə desə update olmalıdır. Və elə bəlkə də bunun səbəbidir ki, bugün Prospect Cloud ERP layihəsi ölkədə ən tez update olmayan, ən azı ayda 1-2-3 dəfə yenilənmə gələn proqram təminatlarından biridir. Bəs bu yenilənmələr proqrama əlavə olunarkən xüsusən hansı prinsiplərə əsas alınır? Xarici bazar tendensiyaları mı araşdırılır? Onların əlbəttə bir lokallaşdırılması, çünki bütün o tendensiyalar ölkəmiz üçün keçərli deyil bəzi hallarda, yoxsa yerli sahibkarların feedbackləri əsasında mı əsasən işlənilir? Burada əsas prinsiplər nələrdir və nəyə əsas alırsınız? Doğru qeyd edirsiniz. Bu günləri bazarda ən sürətli və tez-tez update olan ERP sistemi varsa Prospect Cloud ERP-dir. Bunu bütün sorğular bizə deməyə əsas verir. Çox ağırlı prosesdir, onu deyim. Yəni bu çox ciddi resurs tələb edir və stresli bir prosesdir. Təsəvvür edirsiniz ki, bizim əməkdaşlar update olan günləri gecələr yatmırlar. Yəni bizim istifadəçilər sistemdən istifadə etmədiyi dövrdə, dönəmdə bu updateləri çox səliqəli şəkildə həyata keçirməlidirlər. Yaranmış problemləri vaxtında və dərhal yerində həll etməlidirlər. Bu məsələ çox ciddi bir komanda işi tələb edir. Amma bununla baxmayaraq bizim əsas uğur amilimizdir bu. Biz həmişə vurğulayırıq ki, updatelər, sürətli yeniləmə bizim əsas uğur amillərimizdən biridir. O səbəbdən ki, birincisi bizim müştərilərin sayı gündən-günə artdıqda feedbacklərin də, istəklərin də sayı artır. Digər tərəfdən də biz özümüz də müəyyən bir strateji planla hərəkət edirik. Bizim il ərzində hər il üçün hansı updatelər olmalıdır, hansı imkanlar sistemə gəlməlidir, bunlar qabaqcadan yazılır və onu riayət etməyə biz çalışırıq. O ki, qaldı hansı prioritetlər əsasında bu həyata keçirilir. Əlbəttə ki, məhsulun inkişaf dönəmləri olub, müxtəlif dövrləri olub. Bu dövrlər ərzində bu prioritetlər dəyişilib. Bayaq qeyd etdiyim kimi, Planetin 15 illik ekspertizası, təcrübəsi imkan verirdi ki, MVP səviyyəsində olan məhsulumuz təqribən məhsulun ilk 3 ilində yalnız bizim mütəxəssislərimizin bilik və təcrübələri və eyni zamanda müəyyən bazar araşdırması əsasında həyata keçirilir. Məhsul artıq bazara uyğunlaşandan sonra, artıq bazarda öz yerini tapandan sonra və artıq yüzlərlə müştərilər, istifadəçilər sistemə qoşulandan sonra əlbəttə ki, strategiya dəyişməli olur və bu vacib bir şərtlərdən biridir ki, artıq müştəri istəkləri əsasında proseslər, update prosesləri gedir. Buna custom development deyirlər. Müştəri əsaslarında məhsulun inkişafı və hazırlanması gedir. Və bu günləri biz məhz feedbacklər əsasında müştərinin daxili proseslərini yaxşılaşdırma niyyətindən irəli gələn tələblər əsasında məhsulumuzu yaxşılaşdırırıq. Çox gözəl. Mən xatırlayıram ki, prospekt istifadəçilərinin sayı 10 ətrafında olanda onların feedbackləri daha tez-tez belə deyək də, onlara təqdim olunurdu. Çünki feedback da az idi də, belə deyək, 10 feedback gələ bilirdi maksimum. Bugün indi 400-ə yaxın istifadəçi var. Hər bir şirkət bir feedback versə, bu illik 400 feedback deməkdir. Amma indi nəzərə almaq lazımdır ki, hələ şirkətin sahibi bir feedback verə bilir də, onun əməkdaşları və s. Bəzən görüşlərdə mənə belə bir sual ünvanlanır, Emin bəy.
Deyilir ki, Rəşid bəy, bəs bizim feedbackləri niyə icra etmirsiniz? E, Emin bəy, o feedbackləri niyə icra etmirik? E, Ola bilər, elə deməli mövzularla bizə müraciət eləsinlər, bu oxşar mövzularla. Birinci onu demək istəyirəm ki, əvvəllər doğrudan da biz feedbackləri 1 il, sonra 8 ay endirdik, sonra 6 ay ərzində icra etməyə çalışırdıq. Son dövrdə səhv etmirəmsə, bizim daxili statistikaya görə artıq 1 ay ərzində biz feedbackləri emal edirik. Ola bilsin, birinci növbədə onu deyim ki, o istifadəçi elə o əvvəlki dövrdə olan vəziyyəti, halı deməli təfsir Onunla etdirmək müqayisə istəyir. etdikdə, bəli. Bəli. Amma digər tərəfdən də bilməliyik ki, prioritetlər əsasında feedbacklər emal olunur. Hətta biz 1 ay ərzində feedbacklər emal ediriksə, kimisə feedbacki doğrudan da 1 aydan daha çox və yoxsa ümumiyyətlə təkliflər bölməsinə daxil edilir. Yəni sonradan baxılmaq üçün. Prioritetlər bəs necə? Əgər sual versəz ki, necə təyin olunur? Birinci növbədə feedback bizim hesabatlıq deməli moduluna məntiqinə zidd olmamalıdır. Yəni bizim bildiyiniz kimi hesabatlarımız əksəriyyəti beynəlxalq standartlar əsasındadır və o istəklər, o imkanlar bizim hesabatlıqların əldə edilməsinə ziyan və yaxudsa mənfi təsir göstərməməlidir. İkinci məsələ o feedbackin sürətli emal olunması biz tərəfdən dərhal icra götürülməsi vacib şərtlərdən biri odur ki, feedback daha çox istifadəçilər, daha çox şirkətlər üçün keçərli olmalıdır. Yəni sizin istəyiniz həm də digər istifadəçilərin daxili biznes proseslərini əhatə etməlidir. Bu da bir zəruri şərtlərdən biridir. Və bunları nəzərə alaraq əlbəttə ki, biz prioritetlərə bölürük. Bəzi feedback 1 həftə içində emal olunur, bəziləri 2 həftə, bəziləri 1 ay, bəziləri 3 ay. Və sözsüz ki, digər bir vacib şərt də ondan ibarətdir ki, zahirən bəsit görünən bir feedback araşdırmalar nəticəsində bizim mütəxəssislər tərəfindən bəlli olur ki, onun deməli təqdim edilməsi üçün müəyyən bir zəmin yaradılmalıdır. Bir neçə digər modullar və yoxsa imkanlar sistemdə əlavə olunmalıdır ki, onun üzərində həmin o xırda görünən feedback emal olunsun. Ona görə hər kəs öz kiçik feedbacki ilə nə var bunu mən üçün 5 dəqiqənin içində edərsiniz də deyə bir anlayışdan bizə müraciət edə bilərlər. Amma onun üçün əgər biz 1 ay ərzində ya da bir neçə ay ərzində geniş bir baza yaratmalı olduğu halda görürsünüz ki, bu məsələ bir neçə ay uzana bilir. Amma onu buradan deməli demək istəyirəm və sizin sualınıza həm də cavab verərək diqqətsiz heç bir feedback bizdə qalmayacaq. İnşallah sizin də feedbackiniz emal olunacaq. Narahat olmayın. Hər şey İnşallah. nəzarət altındadır. İnşallah. Təşəkkür edirəm. Demək, bir məlumatı da mən qeyd edeyim ki, xüsusən mənə texniki tərəflə tez-tez mən iclaslarda oluram. Mən burada 2 istiqaməti təmsil edirəm də, həm prospekt istifadəçilərini, həm prospekt komandasını. O da belə bir nüans da var ki, bəzi o feedbacklər ki var standartlardan kənardır, yəni özəl istəklərdir. Prospekt komandası onun standartlar çərçivəsində alternativlərini də həmin o feedback verən yoldaşlara təqdim edir. Yəni mümkünsüz bir şey yoxdur. Sadəcə ola bilsin ki, biraz fərqli formatda alternativ versiyası təqdim olunur və əsas məsələ odur ki, problem öz həllini tapır hər bir zaman. Təşəkkür edirəm Emin bəy, ətraflı məlumat üçün. Biz növbəti sualımıza keçək. Növbəti sual belədir ki, bu xüsusən bizi indi yeni izləyən yoldaşlara daha çox maraqlı sual olacaq. Prospect Cloud ERP biznes idarəetmə həllinə daha çox hansı sahibkarlar üz tuturlar? Keçid səbəbləri əsasən nələrdir? Və keçid etməyənlər olursa, onun səbəbləri nədən ibarətdir? Belə bir statistika və məlumat varsa, biz onu istərdik. Əlbəttə, sir deyilsə, konfidensial deyilsə, bölüşərsiniz bizlə. Bəli, biz bu layihənin 7-8 il ərəfəsində ki, hansı ki bu işləri biz görürük, çoxlu müxtəlif statistikalarla tanış olmuşuq və bu göstəricilər, kriteriyalar zamanla dəyişmək kimi bir xüsusiyyəti var. Kimlər bizə qoşulurlar artıq təqribən bəllidir. Kimlər qoşulmurlar və yaxudsa
tərəddüd edirlər. Məncə biz istisna yolu ilə o bursları rahat görə bilərik. Qoşulmayanlar əlbəttə ki, biz onları daxili komandada, komanda daxilində daha doğrusu deyirik ki, stereotiplər əsasında baş verir. Bu qərarlar onun təsiri altında formalaşır. E, Bəziləri hələ də düşünürlər ki, avtomatlaşdırmaq, ERP həlli əldə etmək və yaxud onu tətbiq etmək bağlı bir işdir. Məsələ prospekt onun üçündür ki, bu stereotipi aradan qaldırsın. Yəni kiçik ödənişlərlə siz böyük şirkətlərin istifadə etdiyi ERP-lərə əl çatanlığınız təmin edə bilirsiniz. Digər stereotiplər hansı ki, maneçilik törədir və yaxudsa yubadır, əngəlləyir bu prosesi avtomatlaşdırmaq, keçidləmək üçün. Düşünürlər ki, mütəxəssisləri yoxdur və yaxudsa mürəkkəbdir sistem, onun istifadəsi üçün kifayət qədər kadr resursları yoxdur. Onunla da biz deməli, necə deyirlər, mübarizə apara bilirik. Rahat, intuitiv interfeys, bildirişlər sistemi anında Telegrama bildirişlər gəlir əməliyyatlarla bağlı və yaxudsa bir yerdə biz əməliyyat aparırıq, onlarla hesabatda bu özü əksini tapır, işin asanlaşdırılması, sürətləndirməsinə səbəb olur və digər tərəfdən də bizim mükəmməl kadr hazırlıq prosesi, bizim istifadəçilər üçün və yoxsa təlim prosesi özü bu adaptasiya dövrünü çox sadə və əlverişli edir. Bu stereotipi də biz rahatlıqla aradan qaldıra bilirik. Əlbəttə, bunların sayını çox deməli, sadalamaq olar. Son zamanlar rast gəldiyimiz digər stereotiplərdən biri odur ki, əlbəttə ki, sahibkarın özünün şəxsi marağı. Sahibkar düşünür ki, əgər və yaxud qeyd etdiyim digər iki stereotip yoxdursa, onda tamam başqa bir əks stereotip yaranır ki, bu asan bir prosesdir. Bunu həvalə edəcəm indi orada bir operator xanıma ya bəyə. Mən gedirəm digər işlərlə məşğul olacağam. Qayıdaram bir aydan sonra görəcəyəm ki, artıq hamımızı prospektdə və yoxsa ERP həldə ya da ki, proqram təminatında rahat çalışırlar. Yəni, burada ciddi şəkildə sahibkarın biznes mayında, iradəsi, şəxsi nəzarəti, şəxsi istəyi. Ona görə ki, Prospect Cloud ERP-nin hədəflərindən biri odur ki, sahibkar üçün mütəmadi olaraq onlayn şəkildə rahat əlverişli hesabatların təmin edilməsidir. Və bəzən də görürsünüz ki, şəffaf hesabatlıq hətta o şirkətdə ki, hansı ki, bu ERP tətbiq olunur, əməkdaşların bəzi maraqlarına zidd olur və sahibkarı bu yolda dayandırmağa ya da ki, süst etməyə çalışırlar ki, biz onsuz da hər şey yaxşıdır, niyə edirik sistemi? Əlavə xərcə ehtiyac yoxdur, əlavə sistemə ehtiyac yoxdur. O baxımdan da biz düşünürük ki, birinci növbədə sahibkarın düşüncə tərzindən çox şey asılıdır. Sahibkar avtomatlaşdırmağa meyilli olmalıdır və prosesin içində olmalıdır və prosesi sona çatdırandan sonra artıq əməkdaşlarına bunu həvalə etməlidir. Bu çox vacib prosesdir və bu işdə də bizim müəyyən tədbirlərimiz var. İnşallah, əgər sual olsa, o barədə də danışarıq. Təşəkkür edirəm müəllim. Çox gözəl bir yerə toxundu. Sahibkarın bu məsələnin üzərində qalması. Çünki biz dəfələrlə qarşılaşırıq ki, əlimizdəki bizə kifayət edir. Hər şey əladır. Yaxşı bir ifadə var, deyir, əgər hər şey çox yaxşıdırsa, deməli, hardasa nəsə düz getmir. Yəni, ola bilməz də hər şey yaxşıdır. Çünki o ehtimalsa problem var, sən onu görmürsən. Görmək üçün sistemləşmən lazımdır ki, şəffaflıq ortaya çıxsın. Və sahibkarın dominantlığı çox ciddi həmişə rol oynayır. Uğurlu layihələrimizin statistikasına baxanda ki, mənim əlimdə indi o data var, rəqəmlər var. Mən elə böyük firmalar görmüşəm ki, onlar sırf rəhbərin bu məsələdə diktə edici tərəf olmaması səbəbindən uğursuzluğa düşər olurlar. Amma elə firmalar var, kiçik firmalardır, amma onlar sahibkarın marağına görə, bunun diktə etməsinə görə çox ciddi bir nailiyyətlər əldə edə bilər və böyüməyə doğru da gediblər. Demək, Emin bəy, növbəti sual mı deyək, stereotip mi deyək, belə bir narahatlıq, əlbəttə ki, indi son dövrlər bu azalmağa başlayır, biz bu tendensiyanı görürük, amma belə bir həmişə narahatlıq olub ki, bu xüsusən SaaS texnologiyasına, cloud texnologiyasına məlumatların məxfilik, yəni konfidensiallığı və təhlükəsizliyi. Yəni, belə sual verirlər, bizim məlumatlar sizdə mi olacaq? Necə əmin olaq ki, bu konfidensial qalacaq, təhlükəsiz olacaq?
Bundan bağlı bizim istifadəçilərə və ya yeni qoşulmaq istəyən yoldaşlara necə bir güvən ötürə bilərsiniz inşallah? Tamamilə doğru buyurursunuz. Bu da stereotiplərdən biridir. Bəlkə də onların içində ən vaciblərdən biridir. Amma onu da qeyd edeyim ki, zamanla bu stereotip artıq aradan qaldırılır. Hətta siz xatırlayarsınız 4 il, 5 il bundan qabaq bu sualları verən şirkət rəhbərlərinin sayı daha çox idi. 10-dan 9-u bu sualı verirdi. İndi düşünürəm ki, bu rəqəm 10-dan 2-sinə enib, bəlkə də birinə enib. Bu da əlbəttə ki, cəmiyyətimizdə, ümumiyyətlə dünyada və həyatımızda ümumiyyətlə innovasiyaların, texnologiyaların yayılması ilə bağlıdır. Artıq hər kəs innovasiyanın müəyyən hissəsi ilə məişətdə qarşılaşır, evində, yaşayış obyektlərində və sair yerlərdə və insanlar alışırlar ki, məlumatlar əlbəttə ki, müəyyən miqyasda, müəyyən səviyyədə harasa yazılmalıdır, qeyd olunmalıdır, hardasa qorunmalıdır, saxlanmalıdır. Bunun yaxşı tərəfi budur ki, ildən ilə bu yaxşılığa tərəf gedir. Amma hələ də o fikirlər yer alır sahibkarların da. Cavab da biz tərəfdən odur ki, yəni tədbirlər də ondan ibarətdir ki, ilk növbədə əlbəttə ki, hər kəsin bildiyi məxfilik müqaviləsi var. Biz o müqaviləni imzalayırıq, NDA müqaviləsi. Digər tərəfdən bizim bütün məlumatlar istər qiymət baxımından, istər texnoloji yeniliklər baxımından, istər dayanıqlıq baxımından Avropada yerləşir, Almaniyada yerləşir və çox ciddi qorunan serverlərdə yerləşir. Digər bir alət hansı ki, biz güvən yaratmaq üçün təklif edirik. Bu da bizim sistemimizin içində bir modul var, audit log deyilən bir modul var. O hansı IP ünvandan, hansı kompüterdən, hansı əməliyyat sistemindən, hansı əməliyyatları saat neçədə, kimlər tərəfdən icra olundu, bunlar görünür, müdaxilələr hamısı görünür. Hətta sənədin ixracı baş veribsə, onun müəllifi və tarixi, onun kompüter IP ünvanı. Hətta feedbacklərdən biri ötən dövrlərdə olub ki, günün hansı vaxtı və hansı məkandan daxil olmaq olar, həftənin hansı günləri, ev kompüterindən daxil olmaq olar, yoxsa iş kompüterindən daxil olmaq olar. Bu kimi məsələlər əlbəttə ki, biz tərəfdən bu stereotipi aradan qaldırmaq və yaxudsa bu düşüncədə olan insanlara cavab vermək üçün bir alətlərdir. Və sözsüz ki, biz Azərbaycan bazarında yerləşirik, biz buradayıq, bizim qapımızda döymə olur, bizdə üz-üzə suallar vermək olur. Bunlar da güvəni artıran bir amillərdən də düşünürəm. Bu əlçatanlıq məsələsi çox Əlçatanlıq, bəli. önəmlidir. Çünki xarici proqramlarda görürsünüz ki, bizi seçənlərdən, xarici proqramlardan da bizə keçənlər var. Ən əsas məqamlardan biri budur. Demək, bu elə mövzu ilə bağlı Emin bəy, 2 sual var ki, əsasən istifadəçilərimizdən gəlir. Mən istəyirəm ard-arda növbəli şəkildə o sualları ünvanlayım sizə. Bu məlumatların Vergilər Nazirliyinə inteqrasiyası ilə bağlı, ötürülməsi ilə bağlı şübhələr bəzən görürsünüz ki, olur. Yoldaşlar, düzdür, indi əlbəttə ki, artıq ölkə iqtisadiyyatı şəffaf şəkildə demək olar ki, bütün istiqamətlər, mümkün istiqamətlər aparılır. Amma hər halda bu məlumat bazası şirkətin mətbəxinin içidir, necə deyərlər. Daxili məlumatlarıdır. Bəs bu şübhələrə Prospect Cloud ERP necə tədbirlər görür və necə cavablar verir? Bu suallardan adətən qaçmağa çalışıram, amma siz bu sualı verirsinizsə, gərək cavabını da verək. Qaçmağa çalışıram deyəndə o mənada yox ki, bu sualın cavabı yoxdur. Sadəcə olaraq bir məsələnin bir etik tərəfi var. Biz həmişə onu qorumağa çalışırıq. Necə buna deməli cavab vermək olar? Birincisi, Vergilər Nazirliyi kim nə qədər satış edib, kim nə qədər dövriyyəsi var, hər kəsdən yaxşı bilir ölkədə. Əllərində kifayət qədər alət var, kifayət qədər vəsait var, kifayət qədər imkanlar var ki, yəni bu məlumatlar hər kəsdən daha çox onlara bəllidir və onların bir ehtiyacı və zəruriyyəti yoxdur ki, gəlsin bizdən bu məlumatları alsın. Hər halda bugünə qədər belə bir halla rastlaşmamışıq. Digər tərəfdən bir hadisəni deyim, bir sahibkar, bizim sistemimizdən fəaliyyət göstərən bir sahibkar, bizim istifadəçilərdən biri olan yaxın adam. Deyir, prospekti 6 aydır istifadə edirəm,
əvvəllər elə bilirdim ki, mən Vergilər Nazirliyinin mənə təyin etdiyi e, vergi ötəliyi mən çox ödəyirəm, mənə çox təyin ediblər. Amma adli idarə mülkiyyatını tətbiq edəndən sonra, real vəziyyəti görəndən sonra görürəm ki, yox, elə də pis deyil. İnsafla yaxşıdır. Yəni biz burada həm sahibkarın dostuyuq, ona bir rahatlıq veririk və real vəziyyəti görür və düşünmür ki, kimsə onu artıq vergi ilə yükləyib. Həm də eyni zamanda rahatlıqla vergilər orqanına bu vergini ödəyəndə həm də vergi üçün, vergilər xidməti üçün də bir deməli yararlı bir iş görmüş oluruq. Biz hər iki tərəfin dostuyuq. Onu deyə bilərəm. Çox gözəl. Elə o şübhəsi olan yoldaşlar üçün də bu bir məlumat önəmli və faydalı olacaq. Demək, mən indi tez-tez şirkətlərlə görüşürəm, sahibkarlarla görüşürəm. Bəzən görürsüz belə sual çıxır. Elə bu da bu mövzu ilə əlaqəlidir. Proqramı görürlər, imkanlar əladır, hər şey superdir, şərtlər mükəmməldir. Adam keçid etmək istəyir proqrama, sonda belə bir sual verir. Rəşid bəy, hara bağlısınız? Düzdür, indi mən burada bir cavab verəcəm. Biz MB sizə bağlıyıq komanda olaraq. Orada düzdür, onları deyə bilmirik onu. Amma siz hara bağlısınız prospekt olaraq? Mənim boğazım qurudu bu yerdə. Deməli, bununla bağlı bir Mən bizim müştərilərin sualları ilə silahlanıb gəlmişəm. Bu gün onlar tərəfi təmsil edirəm. bəli, çox ciddi hazırlaşmısan görünür bu görüşə. İnşallah mən də çalışaram cavab verim. Mənim yadıma deməli yaxın bir dünyasını dəyişmiş bir qovum yadıma düşür və hər dəfə tədbirlərdə, görüşlərdə, indi yığıncaqlarda, xeyir-şər işlərdə mənə deyirdi ki, bu qədər iş görürsən, kimin adamısan? Sənin kırışan kimdir? Bu kırışa söhbəti. Nəysə, yaşlı adam idi, dünyasını dəyişdi. İndi bizim aramızda bir lətifə var. Deyir, filan kəs nakam getdi, deyir, bilmədən, məlumat almadan dünyasını dəyişdi ki, sən kimə işləyirsən. Düşünürəm ki, kimisə harasa bağlı olmasını araşdırmaq çox rahatdır. Yəni, bunu çox rahat öyrənmək olur. Amma digər tərəfdən də onu demək istəyirəm ki, əgər ortada bir fəaliyyət varsa, bir fayda varsa, bir dəyər varsa, kimin hara bağlı olmağının heç bir əhəmiyyəti yoxdur. O ki, qaldı birbaşa suala keçmək üçün, siz deyirsiniz, mənə bağlısınız. Mən də açığı komandadan başqa bir şeyə bağlılığım yoxdur. Mən də komandaya bağlıyam. Məhz bu komandanın səyi hesabında, onların fəaliyyəti, əzmkarlığı hesabında biz bu günləri belə bir gözəl məhsul əhsəyə gətirmişik və onun ətrafında da bugün belə bir gözəl söhbət qura bilmişik. Bir dəyər var ortada. Təşəkkür edirəm. Rusca'da bəzən bu suallara mən cavab verirəm. Bir dostlar arasında Krışov kimdir deyəndə deyirəm, naşa Krışov, vışı Krış. Yəni, başa düşənlər bilir söhbət nədən gedir. Ona görə də rahat olun, hər şey qaydasındadır. Biz özümüz müstəqil şəkildə fəaliyyət göstəririk və işimizin faydalığı ilə, nəticəsi ilə, dəyəri ilə bizə qiymət vermək daha məqbuldur. Təşəkkür edirəm bəy. Bu hissə özəlliklə bizim satış komandasına çox yararlı olacaq. Çünki bu hissənin bir rekordunu kəsib bu sualı verən yoldaşlara göndərmək lazımdır birbaşa. Birbaşa sizdən dinləmiş olsunlar, birinci şəxsdən. Demək, Emin bəy, bizi Prospect Cloud ERP-nin ən belə deyək də, bayaq dediyim ki, mən iki istiqaməti təmsil edirəm. Çünki burada həm müştəri tərəfi var, həm komanda tərəfi var. Komanda məmnundur bugün və rahat işləyir. Ona görə ki, bir home office modeli var Prospect-də və çox ciddi şəkildə tətbiq olunur. Ümumiyyətlə, bu model sizin iş, belə deyək də, prinsiplərinizə yaxşılaşdırma, improvement baxımından hansı dəstəkləri göstərir? Ümumiyyətlə, çətinlikləri varmı? Çünki mənə açığı bir neçə dəfə, indi siz də agahsınız, bizim sahibkar dostlarımız hətta bir şam yeməyinə dəvət etmişlər ki, Rəşid bəy, bu home office modelinin bir template-ni bizim üçün gəlin quraq. Burada hansı nüanslar olmalıdır? Əgər bir şirkət home office modelə keçmək istəyirsə, və ümumiyyətlə, prospektin uğuru burada necə səciyyələnir? Sözün əsl mənasında, yəni biz komandamızın bu günləri 100%-ə yaxın təqribən, demək olar ki, 100%-i evdən çalışır. Bu bizim şərtlərdən biridir. Bəlkə də tələb deməzdim. Ofisə gəlmək də
əngəllənmir biz tərəfdən. Amma hər halda biz dəstəkləyirik və yaxudsa alqışlayırıq və yaxudsa bizim üçün daha məqbul sayılır ki, əməkdaş evdən çalışsın, sərbəst olsun, digər məsələlərlə də məşğul ola bilsin. Amma işin keyfiyyətini əlbəttə ki, təmin etmək şərti ilə. Bizim sözün əsl mənasında bu uğur amilimizdir. Ona görə ki, biz əvvəlcədən xarici bazara çıxacaq düşüncəsi ilə yola çıxmışdıq və belə olduğu halda əlbəttə ki, biz buradan xarici bazara çıxanda o prosesləri idarə etməliydik. Digər tərəfdən də belə bir hal vəziyyət alınmışdı ki, nədən, hardan açığı səbəbini də dəqiq bilmirəm mən. 2016-cı ildə artıq biz öz daxili video konferensiya platformamız üzərində bütün toplantılarımızı keçirdik. İndi bizim o vaxtda çalışan əməkdaşlar da onu təsdiqləyər ki, biz hətta yanbayan otaqlardan belə, yəni səsimizi eşidirdik, həm də video konferensiyada biz danışdığımız formatda iclaslar keçirirdik. Onların protokollaşdırılması, onların bildirişlər, məlumatlar bölgüsü, hətta onun içində müəyyən tapşırıqlarında qeyd olunması kimi məsələlər də var idi. Və Planetin genetikasında artıq onlayna meyilli artıq vardı. Onlayn meyilli vardı. Əlbəttə o vaxt nə Zoom vardı, nə Google Meet vardı. Və sonradan pandemiya dövründən sonra proseslər artıq hamısı bu istiqamətə gedəndən sonra əlbəttə ki, bizim üçün bu keçid etmək çox rahat oldu. Və adiləşdi proses və pandemiya bitəndən sonra hər kəs əvvəlki qaydaya qaydanda biz o fürsət bilib qayıtmadıq. Biz qaldıq. Hər kəs qayıtdı, biz qaldıq və bu günləri bayaq qeyd etdiyim kimi demək olar ki, bizim əməkdaşlarımızın 90%, 95%-i evdən fəaliyyət göstərirlər. Üstünlüyü də əlbəttə ki, çoxdur. Hətta mən təklif edərəm, bununla bağlı ayrıca bir podkast eləyək, detallı şəkildə deyək bu barədə. Amma bir şey qeyd edeyim izləyicilər üçün. Bu prosesin kökü, əvvəli, bunun başlanğıcı mütləq şəkildə tapşırıqların idarə olunmasından başlamalıdır. Əgər siz tapşırıqları idarə edə bilmirsinizsə, onların deadline-larını idarə edə bilmirsinizsə, onların keyfiyyətini, task management sistemini qurmamışsınızsa, əlbəttə ki, onlayn iş formatına keçidiniz çətin olacaq, bəlkə də mümkünsüz olacaq. Özəlliklə də burada sektor məsələsi də var. Çünki bəzi fəaliyyət sahələrində ümumiyyətlə demək olar ki, bu onlayn iş modeli heç bir halda mümkün deyil tətbiqi. Demək, Emir, bu indi bir neçə əsas uğur amillərinə toxundunuz. Ümumiyyətlə belə bir sual vermək istərdim. Prospect Cloud ERP, düzdür, bugün SaaS texnologiyasında demək olar ki, ölkə bazarında bir çox rəqib yoxdur demək olar. Bu düzdür, ERP şirkətləri çoxdur, amma sırf SaaS texnologiyasında idarəetmə çoxdur sistemi təqdim edən şirkətlər yoxdur. Bu prospektin fərqidir. Bəs ümumi qlobalda olsun, çünki bəzi xarici proqramlardan prospektə keçənlər var. Bu rəqabət üstünlüyünü necə təmin edirsiniz və bununla bağlı hansı tədbirlər görünür? Ümumiyyətlə, əsas uğur amilləri bu istiqamətdə nələrdən ibarətdir? Rəqiblər həmişə var, olacaq. Sadəcə olaraq onlar miqyasları müxtəlif səviyyədə ola bilər. Onların yanaşması, biznes modelləri fərqli ola bilər və rəqibdən üstün olmaq kimi bir anlayışdan daha çox özündən daha üstün olmalısan. Yəni sən dünənkindən daha yaxşı olmalısan. Prinsiplə məsələlərə yanaşmalısan. Ona görə ki, əgər rəqibə baxıb onu yamsılasan, sən həmişə onun ardınca gedərsən. Onun etdiklərini təkrar etməyə çalışarsan. Sənin öz bir dəstək xəttin olmalıdır və bunun üçün də sən çalışmalısan ki, daxili biznes proseslərdə, yanaşmalarında, qərarların qəbulunda dünənkindən daha fərqli və keyfiyyətli yanaşma edərsən. Buna baxmayaraq, əlbəttə ki, hər şirkətin, o cümlədən bizim də özümüzün əsas uğur amillərimiz var. Bunlar bir neçə dənədir və biz bunların üzərində çox ciddi şəkildə çalışırıq. Birincisi əlbəttə ki, odur ki, biz bu istiqamətdə, bizneslərin avtomatlaşdırılması istiqamətində 20 ildən çox böyük bir təcrübəmiz var. Bu təcrübənin özünü bu dəqiqə prospektdə geniş şəkildə tətbiq edirik. Həm biznes, həm IT ekspertizamız var. Digər tərəfdən yerli şirkətlərlə çalışmaq baxımından bizim fəaliyyətimiz hal-hazırda Azərbaycandadır. Növbəti illərdə xarici bazara çıxmaq kimi
planlarımız da artıq hazırdır. Amma Azərbaycan bazarında fəaliyyət göstərdiyimizə görə biz yerli şirkəti, bayaq qeyd etdiyimiz kimi əl çatanıq, bizlə rahat ünsiyyət qurmaq olar. Biz çevikik, yerli bazarın tələblərini daha yaxşı bilirik. Bu da bizim əsas uğur amillərindən biridir. Digər tərəfdən o stereotiplər ki vardı, böyükdür, balacadır, ödənişləri çoxdur, çatdıracağam, çatdırmayacağam, mütəxəssislərim yoxdur falan da bu məsələlərlə bağlı biz əlbəttə ki, həm hissəli ödənişlə cavab veririk, həm təlimlərimizi mükəmməl şəkildə keçiririk, xüsusi bir yanaşmamız var, metodologiyamız var və daim təkmilləşən bir təlim proqramımız var. Və onunla bağlı bəlkə də yalan olmasa bir ona yaxın biznes proseslərimiz var. Xəbərdarlıq etmək, məlumatlandırmaq, sertifikatlaşdırmaq və sair kimi məsələlər. Bunlar hamısı bizim əlbəttə ki, əsas uğur amillərimizi təşkil edir. Sayıları çoxdur. Yəni bu günləri biz hamımızını saysaq, bəlkə də bir ona veriliş ayırarıq. Ona görə ki, biz hər addımımızı, hər biznes prosesi, hər yanaşmamızı daha yaxşı etmək niyyətində olduğu halda biz həmin o proses bizim əsas uğur amilimizə avtomatik olaraq çevrilir. Əla. Ümid maşallah olsun. Hər cavab əslində belə özü bir masterclass mövzusudur və demək olar ki, bu sahədə yeni bir növ bəlkə də rəqiblər formalaşdıra bilər. Yeni bu bazara belə də girmək istəyənlərə bir növ həm ilham verəcək, həm də ki, bir yön verəcək. Amma biz əlbəttə ki, siz dediyiniz kimi bu rəqabət həmişə inkişaf gətirir. Rəqabətdən heç vaxt qorxmuruq. Yeni startap layihələrə başlayan yoldaşlar. Çünki bu gün dünyada və belə deyək, Azərbaycan miqyasında da startap layihələrinin böyük bir qismi rəqəmsal məhsulların ərsəyə gəlməsi yönündədir. Belə bir sual var. Biz Prospect Cloud ERP kimi bir rəqəmsal məhsul ərsəyə gətirmək istəsək, belə bir startap layihəyə başlamaq istəsək, bizə təqribi nə qədər büdcə lazımdır? Bu əgər sir deyilsə, konfidensial deyilsə, o bizim o bir növ belə marağı olan yoldaşlar üçün bölüşə bilərsinizmi bu rəqəmi? Amma rəqəm eşitmək istəyirlər sizdən. Belə danışmamışdıq, amma daha keçib daha. Okey, problem yoxdur. Startapla bağlı məsələlər gəlsə, yeni başlayan şirkətlərlə gəlsə, rəqəmlərlə bağlı düşüncəviz qətiyyən olmamalıdır. Bir işə başlamaq üçün istək lazımdır, həvəs lazımdır, əzmkarlıq lazımdır. Əgər alınırsa, artıq nəsə alınırsa, nəsə ortaya çıxırsa və burada siz enerji yüksəliyi hiss edirsinizsə, artıq hiss edirsiniz, bu sizi drive edir, ingiliscə desə, sizi hərəkətə gətirir. Əlbəttə ki, ondan sonra o investisiya haqqında düşünməyə dəyər. Ona görə də mənim dediyim indi səsləndirəcəyim rəqəmlər təzə başlayan yoldaşları qorxutmamalıdır. Narahat olunuz, bu sonraki mərhələdə lazım olan məsələlərdir. O ki, qaldı prospektin büdcəsinə, əlbəttə ki, biz bildiyiniz kimi ilk illərdə tamam başqa istiqamətdə məhsulu inkişaf elətdirirdik. Biz daha mikro biznesi düşünürdük, daha kiçik büdcələri düşünürdük. Amma bir müddətdən sonra, yəni təqribən bir neçə aydan sonra anladıq ki, o sahədə avtomatlaşdırmaya meyilli indi yox, bir 5 ildən sonra olacaq. Və biz 5 ili gözləməməli idi. Əlbəttə ki, bu biznes baxımından da əlverişli bir şey deyildi. Biz startap dilindən yenə də desəm, pivot döndük biraz başqa bir istiqamətə, kiçik orta biznes hədəflədik və tamam başqa bir prosesləri avtomatlaşdırmağa qərara gəldik. Əlbəttə ki, bu bizim maliyyə resurslarımıza, onların mənbələrinə yanaşmağımıza dəyişdi. Yəni demək istədiyim odur ki, ilk 3 ildə əgər layihə sırf Planetin maliyyə dəstəyi hesabından, onun büdcəsi ilə inkişaf elətdirirdisə, o döngələr və yeni bazara çıxmaq və yaxud yeni müştərilərə çıxmaq üçün və yeni dəyişik bir biznes modelə keçid etmək üçün əlbəttə ki, xarici investisiyalara da ehtiyac yarandı. Biz bir neçə bankdan vəsaitlər əldə etmişik kreditlərlə və eyni zamanda bizim layihəmizə fərdi investorlar da yatırım edirlər, müəyyən pay sahibi olmaq şərti ilə. Fürsətdən istifadə edib hər iki o investisiya institutlarına, istər bank, istər fərdi sahibkarlara təşəkkür edək. Ələxüsusə ki, bizə ilk dəfə ümumiyyətlə məhsulumuz hazır olmadıq və yaxudsa kifayət qədər ciddi bir məhsul ortaya qoymadığımız bir halda bizi dəstəkləyən Beynəlxalq Bank, onun sədri Abbas müəllim
və bir neçə də fərdi investorlar, hansı ki, bizə böyük dəstək oldular, güvəndilər, inandılar və bu günlərdə biz hələ də Prospect Cloud ERP layihəsinə investisiyalar cəlb edirik. Düşünürəm ki, gələn ilin əvvəlinə, maksimum ortalarına artıq biz zərərsizlik nöqtəsinə, maliyyə dilindən desək, zərərsizlik nöqtəsinə gələcəyik və artıq investisiyaların qoyuluşu dayanacaq və Prospect öz gəlirləri, öz mənfəəti hesabına öz inkişafını ondan sonra davam etdirəcək. O ki qaldı bizim xərclərimiz nədir? Təqribən orta hesabla desək, yuxarı aşağı ayda bu 7 il ərzində olan xərclərimizi deyir. Ayda orta hesabla 100 min manat civarında deməli xərclərimiz olur. Bu deməkdir ki, il ərzində hər il Prospektin strateji xətti üzrə inkişafı üçün 1 milyondan artıq manat vəsait lazımdır. Tələb olunur. Əvvəllər bu tamamilə investisiya hesabında baş verirdi, amma bu il ötən ildən o xərclərin yarısını, indi ilin sonuna qədər yarısından daha çoxu Prospektin öz gəlirləri hesabına deməli həyata keçiriləcək. İnşallah. Məncə bizim Sirləri aça yoldaşlara bildim. Sirləri aça ən bildim. maraqlı məqamlardan biri bu rəqəmsal hissəsi olacaq. Əlbəttə bu yoldaşları qorxutmamalıdır başlanğıc üçün. MB son olaraq biz istərdik ki, Prospect Cloud ERP-nin strateji hədəfləri haqqında, planları haqqında məlumat verərsiniz. Çünki bizim həm burada indi bizlə çalışan şirkətlər bizi izləyirlər. Onlar bir sözlə çətinlik və narahatlıq qeyri-müəyyənlik dönəmində yaranır. Prospekt də rəqəmsal bir məhsul olduğuna görə ümumiyyətlə qeyri-müəyyənlik anlayışı yoxdur. Biz önümüzdəki 5 il ərzində hara gedirik? Strateji hədəflər və planlar necədir? Bu haqda qısa bir məlumat istəyərdik sizdən. Doğrudan da mənə çox sevindirir ki, Prospektlə bağlı bizim növbəti 5 ildə strateji hədəflərimiz kağız üzərində bəllidir. Bildiyin kimi bu 25 il ərzində sahibkarlıq fəaliyyətim dönəmində müxtəlif bizneslərlə məşğul olmuşam və inandırım ki, bir ildən və ondan biraz çox deməli irəliyə baxa bilməmişəm. Yəni alınmayıb. Nəyə görə? Ona görə ki, zamanla tez dəyişib və yoxsa biznes özü elə bir müvəqqəti və yaxudsa çox qeyri-sabit bizneslər olub ki, hansı ki, bilirsən ki, 2 ildən sonra vəziyyət tamamilə başqa cür ola bilər. Amma doğrudan da bu layihədə bizim doğrudan da 5 illik strategiyamız bəllidir. Yəni yaddaşla belə 3 ili mən rahat deyə bilirəm. Yəni o dərəcədə ki, şəffafdır bizim strategiya. Həm mənim üçün yeri gəlmişkən, həm də komanda üzvlərimiz üçün. Yeri gəlmişkən sən də əminəm ki, elə mənim qədər bizim strategiyamızdan xəbərim var. Burada qeyd etməyə vacib olan bir nöqtə var. O da ondan ibarətdir ki, biz bayaqları qeyd etdik, customer development gedir. Müştəri istəkləri əsasında bu dəqiqə daha çox prospekt inkişaf etdirilir. Xarici təcrübələr, araşdırmaqla yanaşı. Bu strategiya bizim əvvəlki hədəf strategiyamıza bir balaca ziddiyyət təşkil etdi və yaxudsa o hədəfdən bizi biraz yayındırdı. Biz düşünürdük ki, daxili biznes proseslərindən şirkətlərin bir 10, 20, maksimum 30%, 1/3 hissəsini avtomatlaşdırıb dərhal xarici inteqrasiyalarla məşğul olacaq. Amma bizim müştərilər, bizim istifadəçilər bizi artıq bir neçə ildir ki, daxili biznes proseslərin avtomatlaşdırılması ilə bağlı istəkləri bildirirlər və biz onları icra etməyə özümüzə borc bilirik. Necə ki, qərar vermişik ki, müştəri istəkləri əsasında məhsulu inkişaf elətdirəcəyik. Və bu yanaşma düşünürük ki, gələn ilin ortalarına qədər artıq bitəcək və biz əvvəlcədən düşündüyümüz, o çəkdiyimiz o xəritə ki var, bəlkə siz indi gözünün önünə gələcək. Lazım olsa ekrana da sonra verə bilərsiniz onu. Mütləq olacaq inşallah yoldaşlar. Biz orada həm vergilər xidmətinə inteqrasiya, gömrük xidmətinə inteqrasiya, bank sektoruna inteqrasiya, elektron ticarət platformasına inteqrasiya, partnyorlar axtarışından bağlı auksion, tender, barterlərlə bağlı inteqrasiyalar, hansı ki, o softları özümüz eləyirik. Hal-hazırda bizdə əməkdaş axtarışı ilə bağlı, rekruting ilə bağlı inteqrasiya var.
Ve eyni zamanda biz düşünürük ki e, bir model olarak herkesin anlayabildiği veya yaxudsa rahat təsəvvür edə bildiyi insanların gündəlik istifadə etdiyi asan xidməti var da. Ölkəmizin bəlkə də ən belə maraqlı, belə e, innovativ bir deməli bir müəssisəsi, bir təşkilatıdır. Biz bizneslər üçün belə bir asan xidmət yaratmaq istəyirik. Asan xidmət ondan ibarətdir ki, yəni mən artıq prospektə qoşulanda mənim digər bütün biznesə aid olan tələblərim, müştəri axtarışı, partnyor axtarışı, bank əməliyyatları, vergi ötəliklərim, əmək müfəttişliyi və sair kimi məsələlər hamısı öz əksini tapsın. Hal-hazırda biz o hədəfdən yalnız bir səbəbə görə yayınırıq. O da ki, bizim müştəriləri bizdən daxili illərlə toplanmış Azərbaycan biznes camiəsini daxili proseslərin avtomatlaşdırılması ilə bağlı istəklərin reallaşmasına məşğuluq. Yeri gəlmişkən bizim son update'imiz təsəvvür ki 31 feature'dan ibaret olan bir update oldu. İkisi bizim istədiyimizdir. Hansı ki inteqrasiya ilə bağlıdır. SMS-lərin göndərilməsi elektron kassa. Qalan yerdə qalan 29-u məhz daxili proseslərin yaxşılaşdırılması ilə bağlıdır. Təsəvvür mütənasiblik təqribən 2-3% bizim istəyimizdir. 5% olsun. 95% də o daxili proseslər. Onlar bitəndən sonra biz daha çox fokus olacağıq o xarici inteqrasiyalara. Və əlbəttə ki, Rəşid bəy bildiyiniz kimi bizim hədəfimiz Orta Asiyaya çıxmaqdır. Artıq başlamışıq, bilirsiniz. Hər Orta Asiyadan, hər ölkədən demək olar ki, bir nümunə olaraq bir şirkətlə çalışırıq. Tacikistanda bildiyim qədəri var, desəm Özbəkistanda var. Onlarla Bəli, bəli. fəaliyyət göstəririk və bu təsadüfi fəaliyyətdir. Onlar bizə çıxıblar. Amma bizim deməli planlı şəkildə bu məsələyə start etməyimiz üçün düşünürük ki, növbəti ildə olacaq. Ona görə ki, bu çoxşaxəli prosesi biz hədəfdən bizi yayındırmamalıdır. Biz yerli bazarla, öz sahibkarlarımızla bütün məsələləri bitirməliyik. Ondan sonra rahatlıqla digər bazarlara getməli, belə düşünürəm. Yəni bizim hədəfimiz 1000 kiçik orta biznesi deməli prospektə gətirmək. Ondan sonra vicdanımız təmiz şəkildə xarici bazara da xidmət etməyə hazırıq. Əsas özümüzkilərdir. İnşallah, inşallah. Çox maraqlı bir məqam ordadır ki, Emin bəy, bizim indi niyyətimiz postsovet belə deyək də ölkələrinə daha çox fokuslanıbdır, Mərkəzi Asiya və s. Çünki bazar oxşardır, analojidir Azərbaycan bazarına. Amma bu gün mən belə bir şey düzdür, çox deyil, sayı azdır. Bizim iki şirkətimiz, hətta Amerikadan bizə, bəlkə də bəzi yoldaşlar üçün bu belə təəccüb doğuracaq. Yəni Amerika innovasiyanın mərkəzi hesab olunur. Düzdür, Azərbaycan kökənli şirkətlərdir, amma iki şirkət Amerikadan bizə bu gün qoşulub. Oradan bizlə çalışırlar. Biz ora getməmişik, Bu da onlar bizə əslində gəliblər. onlar bizə onlar bizə gəliblər. Emin bəy, təşəkkür edirəm. Kifayət qədər zaman ayırdınız. Əminəm ki, cavablar da bizim yoldaşlar üçün maraqlıdır. Amma suallar bundan bitmir açığı. Suallar çoxdur, həddindən artıq çoxdur. Ona görə biz mütəmadi sizlə görüşəcəyik. Çünki görüş çox yaxşı alındı. Deməli, bunu davam etdirmək lazımdır. İnşallah. Amma bizim növbəti Prospect Business Talks layihəsinin növbəti görüşləri, xüsusən ekspertlərin konkret hər hansı bir mövzuda konsultativ görüşlər olacaqlar. Bu görüşün formatı biraz fərqlidir. Ola bilsin biz buna ayrıca bir rubrika edərik və prospekt istifadəçisi olmaq istəyən və prospekt hal-hazırda istifadəçiləri üçün heç olmasa 2 aydan bir sizlərlə onları virtual görüşdürərik. Çünki mən bilirəm ki, siz hal-hazırda bir kitab üzərində də işləyirsiniz, biznesi miqyaslandırmaqla bağlı. Onun bir təqdimat mərasimi olacaq, amma o onlayn olmayacaq da, offlayn olacaq, prospekt istifadəçiləri üçün olacaq, hətta hədiyyələr nəzərdə tutulubdur. İnşallah orada offlayn, burada isə onlayn şəkildə hələ ki biz istifadəçilərimizlə görüşürük. Mən təşəkkür edirəm sizə, çox maraqlı oldu. Müddətin necə keçdiyini açıq heç fərqində olmadıq. Son olaraq inşallah fikirlərinizi alaq və bununla da yekunlaşdırmaq istəyirik bizim görüşü. Mən də çox məmnunam, məmnun oldum bu görüşdən. Yəni doğrudan da suallar da çox maraqlı idi. Və ilk görüşümüz olmasına baxmayaraq çox yüksək səviyyədə moderatorluq etdiniz, sualları verdiniz. Yəni Təşəkkür edirəm. yəni sizin fəaliyyətiniz prospekt çərçivəsində də təqdirə layiqdir. Mən sizə,
bütün Prospekt komandasına buradan təşəkkürümü bildirirəm. Təşəkkür. İnşallah düşünürəm ki, növbəti görüşlərdə Prospektin daha başqa rəngləri və çalarlarını üzə çıxardacağız bizim istifadəçilər İnşallah. üçün. İnşallah. Təşəkkür edirəm. Minnətdaram. Siz sağ olasınız. Təşəkkürlər yoldaşlar izlədiyiniz üçün minnətdaram. İnşallah növbəti görüşümüzdə dediyimiz kimi mövzu da öncədən bəlli olacaq. Avtomatlaşma, miqyaslanma və xüsusən də indi biz görürük daha çox müraciətlər gəlir. Kadrların yetişdirilməsi və eyni zamanda yetişdirilmiş kadrların saxlanılması probleminin çözülməsi ilə bağlı ekspertlərin, həmçinin Emin bəyin və digər də belə deyək də xüsusi bu sahədəki konsultantların fikirlərinin mübadiləsi olacaq. Növbəti görüşlərdə görüşmək üzrə. Hər birinizə təşəkkür edirəm. Allah amanında. Görüşənədək. Sağ olasın. Sağ olun. Sağ olun.